Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Allahumme salli ala Muhammedin ve ali Muhammed. İmam Ali aleyhisselam belə buyurmuşdur. Axmaqlıq ən böyük dərddir. Salamlayırıq əziz, dəyərli izləyiciləri. Allahın izni ilə şəriət dərsləri davam eləyir və keçirik yeni bir bölmə və yeni bir mövzu təyəmmüm. Təyəmmüm nədir inşallah və onun hökmləri barəsində bir neçə dərs danışacağıq. Təyəmmüm torpaqla edilən əməldir ki, gələcəkdə onun alınma qaydasını diqqətinizə çatdıracağıq. İndi isə təyəmmüm hansı hallarda edilməlidir, ora keçirik. Şəriətdə buyurulur ki, 7 yerdə dəstəmaz və qusul əvəzinə təyəmmüm edilməlidir. Birinci yer, dəstəmaz və qusula kifayət qədər su tapmaq mümkün olmasa. Əgər insan hansısa bir yaşayış məntəqəsində yaşasa və orada su tapmaq mümkün olmasa, şəriət qeyd edir ki, gərək o insan o qədər axtarış eləsin ki, sonda su tapmağından naümid olsun. Amma çöllük və səhralıq ərazidədirsə, qeyd olunur ki, 4 bir tərəfdən 200 metr məsafəyə qədər axtarışa çıxsın. Yəni sağdan 200 metr, soldan 200 metr, yəni bu şəkildə 4 bir səmtdən axtarışa çıxsın. Amma düzənlik ərazidirsə, gərək 400 metrə qədər axtarış etsin. İnsanın su olmadığına yəqini və yaxud da əlində şəri dəlili olduğu halda o yerlərdə axtarış aparmasına ehtiyac yoxdur. İnsan özü də birbaşa suyun arxasınca getməsə, etibarlı bir şəxsi yollaya bilər. Namazının vaxtı dar olmayan və su axtarmağa vaxtı olan şəxs, əgər yəqinindən daha uzaqda su olduğunu bilirsə və onun üçün hər hansısa bir dözülməz xəstəlikdən və yaxud da başqa problemlərdən çətinlik yoxdursa, o suyun arxasınca getsin. Əgər insan namaz vaxtından əvvəl su axtarışına çıxdı və tapa bilmədi, namaz vaxtından sonra və digər namazın vaxtına qədər orada qalsa və ehtimal versə ki, bu dəfəm axtarışa çıxsa su tapacaq. Şəriətdə qeyd olunur ki, ehtiyata əsasən ikinci dəfəm suyun axtarışına çıxsın. Lakin namazının vaxtı dar olduğundan və yaxud da canının, malının xəsarətə yetəcəyindən qorxan şəxs su üçün axtarışa çıxması vacib deyil. İnsan bilərəkdən namaz vaxtı su arxasıca getməsə və namazının vaxtı daralsa, axır vaxtında təyəmmüm ilə namaz qılsa, namazı doğrudur, amma günah etmiş sayılır. Su tapmayacağına əmin olduğu üçün axtarışa çıxmayan şəxs təyəmmümlə namaz qılır, amma sonra başa düşür ki, xeyr, axtarsaydım, suyu tapacaydım. Ona görə həmin insan şəriətə əsasən dəstəmaz alıb namazını təzələməlidir, əgər vaxtı çıxıbdırsa namazını qəza etməlidir. Amma axtarış aparıbdır, lakin su tapa bilməyib və sonradan təyəmmümlə namaz qılandan sonra başa düşübdür ki, axtarış etdiyi yerdə su var imiş. O kəsin namazı doğrudur, qəza etməsi vacib deyil. Namazının vaxtını dar olduğuna əmin olan şəxs axtarış etmədən təyəmmümlə namaz qılsa və namazdan sonra başa düşsə ki, su axtarmaq üçün vaxtı var imiş. Ehtiyat vacibə əsasən o insan namazını təzələməlidir. İnsan dəstəmazlı halda olsa və dəstəmazını pozacağı təqdirdə su tapacağının mümkün olmadığını bilsə, o kəs ehtiyat vacibə əsasən dözülməz bir problem yoxdursa, gərək dəstəmazını saxlasın. Yalnız dəstəmaz və qusula yetəcək qədər suyu olan şəxs həmin o suyu qəsdən dağıtsa və yaxud da ki, yerə töksə, haram iş görmüşdür. Həmçinin namaz vaxtı hətta daxil olmadan əvvəl də ehtiyat vacibə əsasən o bu işi görməsin. Su tapamayacağını bilən şəxs qəsdən dəstəmazını batil eləsə və yaxud əlində olan suyu töksə, haram iş görmüşdür. Amma təyəmmümlə qıldığı namazı düzgündür. Amma bəyəniləndir ki, sonra həmin o namazını qəza etsin. Təyəmmüm etməyin vacib olduğu birinci yeri qeyd elədik, hökmləri çatdırdıq. İnşallah gələn dərslərdə digər məqamları nəzərinizə çatdıracağıq. Allahdan hər birinizə müvəffəqiyyət və zehin açıqlığı arzu edirəm. Vəssalamu aleykum və rəhmətullah.